Gəlin indi qəşəng, çox maraqlı bir detoks hazırlayaq. Zəncəfil və darçın. Əvvəlcədən qeyd edeyim ki, siz istəsəz bir limonun yarısını suyunu belə sıxa bilərsiniz içərisinə. Darçından biraz əlavə elədim. Daha doğrusu zəncəfildən biraz əlavə elədim. Bunu da ki, bilmədim necə eləyim. Bunun toz halında olanını tapmadım, darçını. İstədim belə törpədən keçirdim, amma baxıram ki, keçmir. Məcbur ona görə nə edəcəm? Bunu belə böləcəm. Çox bərkdir. Atdıq onun içərisinə, yerdə qalanı qoyuruq qaba. Zəncəfil sanki biraz çox oldu. Bir çay qaşığı dolu dökmüşəm. İndi qaynar suyumuzu əlavə edək. Bəlkə bu da bir damcı yumuşaldı isti suda. Qalıb bəlkə yumuşalır. Əslində darçının da toz halında olanından istəsəz istifadə edə bilərsiniz. Mən sadəcə olaraq tapmadım. Qoyaq indi biraz dəm alsın. Dəm alsın, sonra da bunu qəşəng içək. Sizi bilmirəm, ancaq mən neynədim? Bir stəkan daha hazırladım. Birini indi içəcəm. Bu da qalsın, axşama doğru, axşam yatmağa gedənə yaxın içəcəm. O vaxta kimi qalsın, çox qəşəng bir dəm alsın. Məndə qızlar, ödəm çox olur. Hədsiz çox, ödəmim çox olur. Hər gün piyada yürüyüş keçirdə bilmirəm, amma ki, ona görə çalışıram bu cür detokslardan istifadə edeyim. Məndə ödəm hədsiz çoxdur. Arıqlamışam, yetəri qədər arıqlayıram. Qarnım dümdüz olur, amma 2 gün idman eləmirəm, hərəkət eləmirəm, piyada gəzmirəm. Qarnım baxın belə dumbul kimi başlayır şişməyə. Ona görə məcburam ki, bu cür detokslardan istifadə eləyəm. Təbii yolla dedim eləyim. O da ki, bu fürsəti əldən qaçırtmaram. İstəsəz siz üzərinə limon belə sıxa bilərsiniz. Mən limonu bugün sıxmıram. Axşam alacağım limon marketə düşəndə. İndi axıtım yoxdur düşməyə. Axşam düşəndə alacağım və sabahdan artıq içərisinə limon da əlavə edib içəcəm. Gündə 2 dəfə. 2 gün bu qaydada, 3 gün bu qaydada davam edəcəm. 3 gündən sonra isə gündə 1 dəfə içəcəm. İşte, bunlar da indi aparım qoyumu yerinə.